Bədirov, 22 Şirin Şirinov, 28 Nurlan Bayramov, 8 Pirverdi Seyidov, 77 Ceyhun Kəlbəliyev, 11 Niyazi Osmanov doğma meydanda oynayırlar. Maçın baş hakimi Kamran Əliyevin fiti səsləndi və Mingəçevir Şimal maçı başladı. İlk hücum cəhdi. Mingəçevirin təhlükəli hücumu, zərbə yaxşı alınmadı. Meydanın mərkəzli keçdi. Qurban sağ cinahdadır. Qurban sürət yığdı. Mərkəzə Aba Osman. Aba. Aldadıcı hərəkət. Top hələ də ondadır. Qapıya zərbə. Samir Abdullayev. Qapçı topu çıxardı. Elmar Əzizov. Baş zərbəsi Elmar Əzizov. Elmin. Uzaq məsafədən qapıya zərbə. Seymur aldatdı. Nurlanın ötürməsi. Baş zərbəsi. Orxan Sadıqlı çıxardı və təkrar zərbə top qapıdadır. Şimal istəyinə çatdı. Maçda hesab açılır. Bütün oyun boyu hücum edən Mingəçevir qapısında gol görür. Şokdur bu, soyuq düşdü Mingəçevir üçün. 7 nömrəli futbolçu Xəyal Bədirov fərqləndi. Şimal komandasının 7 nömrəli. Kalunga top oğurladı. Gol vəziyyəti. Kalunga. Xəyal Bədirov. Ötürmə verildi. Orxan Sadıqlı. Baş zərbəsi qapı tiri. İnanılmaz bir gol vəziyyəti. Kenneth Kalunga çevrilib zərbə indirdi. Top qapıçının üzərinə getdi. Sol ayağı ilə görə nə edəcək Samir? İşarə verildi. Samir Abdullayev top tirdən qayıtdı. Top tirdən qayıtdı. Rəhim Osman. Asma Edirgerlə. Tamamlayan tapılacaq mı? Mingəçevir gol vurdu. Mingəçevirin qolu. Aba Osman. Mingəçevirdə bərabərliyi var. Aba Osman. Rəhim Osmanın gözəl ötürməsi, yerli ötürməsi, kəsərli ötürmə və Aba Osman tamamladı. Amil qapıya vurur. Çox təhlükəli zərbə idi. Orxan ustalıqla. Atakuya sağ cinahdadır. John Atakuya. Atakuyanın zərbəsi. Elmar qaytardı. Daha sonra Şirin Şirinov topu meydandan çıxarır. Vüsal Əskərov. Ötürmə mərkəzə. Kənan Quliyev zərbəsi. Elmar Əzizov qaytarır. Müdafiənin mərkəzdən yarmaq cəhdi Mingəçevirdə. Aba Osman. Rəhim sol cinahdadır. Rəhimin ötürməsi. Gol! Mingəçevirin ikinci golu. Rəhim Osman. Bu ötürmə idi, ancaq o ötürmə qapıya getdi. Rəhim Osman birinci qolun ötürməsini etdi, ikinci qolu isə özü vurdu. Mingəçevirin sol cinah müdafiəçisi. Mükəmməl qol alındı. Elmar Əzizov çarəsiz qaldı bu qol qarşısında. Atakoya irəliləyir. Sağda Qurban var. Qurban onu oynadı. Qurban Səfərov. Qurban. Ötürmə mərkəzə. Aba Osman. Üçüncü gol. Aba Osman. Mingəçevir ardıcıl qolları vurur. Aba Osman. Qolunu gözəl rəqslə tamamlayır. Aba Osman. Mingəçevir ardıcıl qollar vurur. Şimal futbolçular ikinci goldan sonra ruhdan düşdülər və bu gol həlledici ola bilər. Atakoya. Qapıya zərbə, Elmar qaytardı. Təkrar zərbə. Mərkəzə istiqamətlənir. Ötürmə. Paslaşmaya baxın. Əla oynayır Mingəçevir bu. Yerlə mərkəzə. Seymur Məmmədov. Qurbanın zərbəsi. Daha Qurban Səfərov irəliləyir. Vüsal Əskərov topu keçirdi. Qapı tiri. Hücum davam edir. Vüsalın baş zərbəsi. İşarə verildi. Cərmə zərbəsi. Qapıya zərbə top sahibin üzərinə gəldi. Sahib Həsənov. Elgünün zərbəsi top. Atakoya. Kalungadır bu. Kenneth Kalunga. Dəstək gəldi. Qurban Səfərov. Qurban. Qol vəziyyəti. Qurban topu qapının üzərindən vurdu. Dördüncü qol. Niyazi Osmanov. Qapıya zərbə yaxşı alınmadı. Sahib topu meydanda saxladı. Və Kamran Əliyevin final fiti Mingəçevir Şimalı 3-1 hesab ilə məğlub etdi. Mingəçevirin xalı 10 olur, Şimal isə 2 xalda qalır.